Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bu gün sizinlə ion rabitəsi dərsində olan öyrəndiklərinizi yoxlayın blokundakı tapşırıqların izahına diqqət yetirəcəyik. Birinci suala diqqət edirək. İon rabitəsi nədir və necə yaranır? İon rabitəsi metal və qeyri-metal ionları arasında və yaxud da kationlar və anionlar arasında elektrostatik qüvvənin iştirakı ilə yaranan rabitədir və ion rabitə necə yaranır? İon rabitə yaranan zaman elektron alış-verişi baş verir. Bu zaman metallar elektronlarını verirlər, qeyri-metallar isə elektron alırlar. İkinci suala diqqət edək. A və B elementləri metal, X və Y elementləri isə qeyri-metaldır. Hansı element atomları arasında ion rabitəsi əmələ gələ bilər? A və B metaldırsa, deməli X və Y isə qeyri-metaldırsa, qeyri-metal. İon rabitə biz dedik metal və qeyri-metal atomları arasında yaranır. Məsələn, A ilə X arasında yarana bilər. Biri metaldır, biri qeyri-metal. B ilə Y arasında yarana bilər. Deməli, baxın yazıram. A ilə X arasında, B ilə Y arasında. Çünki B metaldır, Y qeyri-metaldır. Və yaxud da B ilə X arasında, çünki B metaldır, X qeyri-metaldır. A ilə də Y arasında yarana bilər. Yəni əsas odur ki, metal və qeyri-metal olsun. Metal və qeyri-metal arasında yaranan rabitəyə ion rabitəsi deyilir. Üçüncü sualda cədvəl dəftərinizi köçürün. İki elementin əmələ gətirdiyi ion rabitəli birləşmə formulunun yazılması qaydasından istifadə edərək maddələrin formulunun müvəffiq xanayı yazın. Baxın, deməli kation natrium. Biz nə dedik? Kation sol tərəfdə yazılır qaydaya əsasən. Məsələn, xlor götürək. Xlor aniondur, sağ tərəfdə yazılır. Yüklərinin ədədi qiyməti. Natriumun yükü müsbətdir. Yəni üzərində yazıram. Baxın, yenidən yazım. Natrium, xlor. Bunun üzərində yazıram müsbət 1. Bu da xlor da mənfi 1-dir. Ədədi qiyməti, yəni modul qiyməti o da oldu müsbət 1. 1 və 1 üçün əkob. Təqribən buraya yazıram. Əkob 1-dir. Deyir ki, kationun deməli ədədi yükünün ədədi qiymətinə bölünüb kationun indeksində 1-i bölürəm 1-ə, kation 1 bölü 1-ə bölünür 1 dəfə. Natriumun indeksində 1 heç nə yazılmır. 1-i bölürəm 1-ə, 1 dəfə eləyir, xlorun indeksində heç nə yazılmır. Ümumi formula oldu natrium xlor. Daha sonra məsələn natriumla kükürt üçün. Natriumun ionun yükü müsbət 1-dir, ədədi qiyməti oldu 1. Kükürtdə yükü 2 mənfidir, ədədi qiyməti, yəni modul qiyməti olur 2. 1 və 2 üçün ən kiçik ortaq məxrəc 2. 2-ni bölürəm natriumun, yəni kationun yükünün ədədi qiymətinə 1-ə. Yazıram natriumun indeksinə, 2 bölünsün 1, 2. 2-ni bölürəm 2-yə, kükürdün indeksinə yazıram. 2-ni 2-yə böləndə 1, kimyada 1 yazılmır. Natrium 2S. Və yaxud da natrium deməli müsbət, yükü 1 oldu. Azot mənfi 3-dür və yaxud da ədədi qiyməti yazılır müsbət 3. 3 və 1 üçün ən kiçik ortaq məxrəc 3-dür. 3 1-ə bölünür. 3 natriumun deməli yükünün ədədi qiymətinə 1-ə bölünür. Natrium indeksinə yazılır 3. 3 3-ə bölünür 1. Deməli azotun indeksinə yazılır 1. Daha sonra diqqət edirək maqnezium və xlora. Maqneziumun yükü 2 müsbətdir, ədədi qiyməti oldu 2. Xlor mənfi 1-dir, ədədi qiyməti oldu müsbət 1. 2 və 1 üçün ortaq məxrəc 2. 2 2-yə bölünür 1 dəfə, maqnezium indeksində heç nə yazılmır. 2 1-ə bölünür, xlorun indeksində yazılır 2. Keçirik kükürdə. Maqneziumun yükü 2 müsbətdir. Deməli yazıram 2. Kükürd 2 mənfidir, ədədi qiyməti modulda oldu müsbət 2. 2 və 2 üçün ortaq məxrəc əkob 2. 2 2-yə bölünür 1 dəfə, maqnezium indeksində yazılır, heç nə yazılmır, yəni 1. 2 2-yə bölünür 1 dəfə, kükürdün indeksində heç nə yazılmır. Keçirik azota. Maqneziumun deməli yükü oldu 2. Azotun yükü mənfi 3-dür. Modulda ədədi qiyməti oldu müsbət 3. 2 və 3 üçün ortaq məxrəc 6. 6-nı bölürəm 2-yə 3 dəfə, maqneziumun indeksinə 3. 6-nı bölürəm 3-ə, maqneziumun azotun indeksinə 2. Maqnezium 3, N2. Daha sonra alüminium və xlora diqqət edirək. Alüminiumun yükünə baxın 3 müsbət. Yazıram ədədi qiymətini 3. Xlor mənfi 1. Ədədi qiyməti oldu müsbət 1. 3 və 1 üçün əkob 3. 3 3-ə bölünür. 1 dəfə alüminium indeksinə heç nə yazılmır. 3 1-ə bölünür. 3 dəfə xlorun indeksinə yazılır 3. Daha sonra alüminium və kükürt. Alüminium deməli allı. Alüminium müsbət 3-dür. Kükürt mənfi 2-dir. Ədədi qiyməti oldu 2. 3 və 2 üçün ortaq məxrəc 6. 6 3-ə bölünür 2 dəfə alüminium indeksinə. 6 2-yə bölünür 3 dəfə, kükürdün indeksinə yazılır 3. Daha sonra alüminium və azota diqqət yetirək. Alüminium 3-dür.
Azot isə -3-dür. Onun da ədədi modul qiyməti oldu 3. 3 və 3-ün ortaq məxrəc 3-dür. 3 3-ə bölünür. Bir dəfə alüminium indeksinə, yəni kimyada 1 yazılmır. 3 3-ə bölünür, azotun indeksinə 1 yazılmır. Alüminium N.